Salam, hər birinizi xoş gördük, xoş gəlmisiniz. Kanalıma ümidvaram ki, yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. Gəlin belə bir açılım eləyək, görək 9 və 16 fevral tarixlərində bizi nə gözləyir, nə yenilik olacaq. Yenilik olacaqmı? Buna da baxaq. Bir həftəlik bir müddətdə baxırıq. Aha. 3 variant olacaq, həmişə olduğu kimi. Birinci, ikinci və üçüncü variant. Kimin üçün vaxt azdırsa videonu saxlaya bilərsiniz. Məncə seçmisiniz, çünki kartları qoyan kimi siz hiss eləməlisiniz ki, hansı variantı seçməli olduğunuzu. Birinci variantı seçənlərlə başlayırıq. Görək 9-16 fevral tarixlərində bizi nə gözləyir? Birinci sıramız olsun iş, maddiyyat, təhsil. İkinci sıramız olsun sevgi həyatımız. Və belə bir şey eləyəcəm. Bəziləriniz ola bilsin ki, 14 fevral düşür bu həftəyə. Görək bu insandan addım gələcəkmi? Ümumiyyətlə həftəniz hərəkətli olacaqmı? Buna baxacağıq. Baxaq, iş, maddiyyat nə görünür? Aha, belə bir şey deyim sizə. Ola bilsin ki, çox duygusal bir insansınız və yaxud da ki, xəyalpərəst bir insansınız. Xəyalınızda bəzi işləriniz var ki, alınmır. Bəzi düşüncələrinizdə işləriniz var ki, onlar alınmır. Necə deyim, duygusal bir insansınız. Daha çox kiməsə əl açmağı, necə əl açmağı, yəni kiməsə kömək eləməyi, kimisə nəyisə ehtiyacı varsa ona kömək eləməyi, özünüzün varınızsa, yoxunuzda fərqi yoxdur. Yəni kiməsə köməklik eləməyi daha çox sevən bir insansınız. Bəzilərinizin düşüncələrində elə bir işlər var ki, prosta əlinizi, qolunuzu bağlayan bəzi insanlar ola bilər. Bəlkə də ailə tərəfdən bu olumlu nəticələnmir. Bəlkə düşüncələrinizdə elə bir iş var ki, bunu deyirsiniz, sizi necə deyim, lağa qoyurlar və yaxud da ki, buna qarşı çıxırlar. Belə ola bilər, yəni. Amma kiçik bir addım ata bilərsiniz bu işlə bağlı. İstədiyiniz addım olmayacaq, amma kiçik bir addım ata bilərsiniz və yaxud da ki, kimsə işdən cavab gözləyirsə, çox kiçik bir addım ola bilər. Misal üçün, CV yazmısınızsa ona bir geri dönüş eləyə bilərlər. Demirəm, sizi işə götürə bilərlər. Sadəcə geri dönüş eləyə bilərlər. Çünki bəzi şeylər var ki, onun üçün çox addımlar atırsınız. Misal üçün, imtahan verənlərimiz varsa, bəlkə də çox çalışırsınız. Gecə gündüz yatmırsınız, çalışırsınız bunun üçün. Bəzi düşüncələriniz var ki, bunu keçmək istəyirsiniz, amma alındıra bilmirsiniz. Belə bir vəziyyətdə olduğunuzu görürəm sizin. Bu baxdığımız bir həftəlik bir müddətdir. Ona görə heç də narahat olmayın. Ola bilsin ki, bu müddət tezliklə sizdən çıxıb gedər. Misal üçün, sıxıntıdasınızsa bunların hamısı keçib gedə bilər. Amma çox çabalayırsınız. Nəyəsə görə çox çabalayırsınız. Sevgi həyatınıza baxaq. Baxın, sevgi həyatınızda belə bir şey görürəm ki, İstədiyiniz sevgini ala bilmirsiniz, istədiyiniz hörməti ala bilmirsiniz, istədiyiniz qayğını ala bilmirsiniz. Qarşı tərəfin bəzi psixoloji problemləri ola bilər və yaxud da ki, bəzi alışqanlıqları ola bilər, pis vərdişləri ola bilər bu insanın və yaxud da ki, ailə travmaları ola bilər. Bunu sizə danışmır və yaxud da ki, danışır, bu da ola bilər. Küsülürsünüzsə bu insandan sizə addım gələ bilər, üçüncü şəxs vasitəsindən sizə bir kiçik bir addım gələ bilər. Amma bu insan ya sizə xəyanət edib, ya da ki, nəyinəsə bağlı yalan danışıb sizə. Yenə deyirəm, istədiyiniz sevgini, qayğını, hörməti görə bilmirsiniz bu insandan. Bu insan sizə qarşı yalan danışıb, xəyanət edib, bəlkə də tutmuşsunuz və buna görə qəlb qırıqlığı yaşayırsınız. Amma neynəsə də o insanı çox istəyirsiniz və yenidən bir başlanğıc istəyirsiniz o insandan.
Birli bir zamanda bu insana sizə kiçik bir addım ola bilər. Baxın, sizdə iş həyatında da belə deyim, sevgi həyatında kiçik bir addımlar ola bilər. Üçüncü bir insan tərəfindən ya ortaq tanışlığınız varsa və yaxud da ki elə bir şey yoxdursa, nəsə bir sosial mediadan bu insan sizə nəsə bir follow ata bilər, nəsə nə bilim kiçik bir addımlar ata bilər də, belə deyim. Baxaq görək həftəniz belə deyim, hərəkətli keçəcəkmi? 14 fevralda və yaxud ki o insana sizə addım gələcəkmi? Bəli, əlbəttə ki. Ola bilsin ki, aranızda görüş olmasın, amma nəsə mesajla olsun, yenə deyirəm, sosial media ilə bağlı əlaqə saxlaya bilər, sosial mediadan əlaqə saxlaya bilər. Orada nəsə bir göndəri eləyə bilər sizə, nəsə bir şəkil göndərə bilər, video göndərə bilər. Çünki ola bilsin ki, sizdə %80% görüş yox, sadəcə olaraq danışıq ola bilər aranızda. Amma həftəniz hərəkətli keçəcək, bəli. Birinci variantımız belə getdi. Baxaq görək, ikinci variantı seçənlər sizdə nə görünür? Birinci sıramız iş maddiyatla bağlıdır. İkinci sıramız isə sevgi həyatı. Sevgi və belə deyim də şəxsi həyat. Və hərəkətli olacaqmı? Həftəmiz buna baxaq. Baxaq birinci sıraya. Baxın, sizin bəzi sıxıntılarınız ola bilər. Arzusunda olduğunuz bəzi iş ola bilər ki, onu həyata keçirdə bilmirsiniz. Burada sizə belə bir şey görürəm. Baxın, qəşəng bir şeydir, yaxşı bir şeydir. Kimsə sizə əl uzada bilər, kimsə sizə köməklik eləyə bilər. Kimsə sizə hansısa bir insan, Qoç şir oxatan bürcündən bir insan sizə əl uzada bilər. Siz yeni bir işə başlamaq istəyirsinizsə, öz işinizi başlamaq istəyirsinizsə, üzr istəyirəm. Və bu, belə deyim də, siz arzusunda olduğunuz bir işdir. Xəyalında olduğunuz bir işdir. Yəni, oturursunuz, düşünürsünüz bu iş barədə. Bu işlə bağlı sizə kimsə köməklik eləyə bilər. Yəni, sıfırdan bir şey başlaya bilərsiniz. Sıfırdan öz işinizi başlaya bilərsiniz. Amma hal-hazırda sizi biraz maddi tərəfdən sıxıntıda görürəm. Ola bilsin, maddi tərəfdən sıxıntıda ola bilərsiniz, amma bu həftə bu sıxıntı, belə deyim, üzümüzə gələn həftənin sıxıntısı deyil. Ola bilsin ki, bundan öncəki vaxtlarda siz sıxıntı yaşayırdınız, amma üzümüzə gələn həftədə sizə kimsə köməklik eləyəcək. Bir insan tərəfindən köməklik ala bilərsiniz. Arzusunda olduğunuz bir işin başlanğıcını yarada bilərsiniz. Demirəm, burada xariqələr yaradacaqsınız, böyük bir iş adamı olacaqsınız, böyük bir işin sahibi olacaqsınız, yox. Sadəcə istədiyiniz o iş nədirsə, onun başlanğıcından başlayacaqsınız. Nəsə işə təklifmi, işə qəbulmu gözləyirsinizsə, oradan sizə istədiyiniz cavab gələ bilər. Kiminsə köməkliyi vasitəsilə, yəni o insan ya zəng eləyəcək, ya sizə kömək eləyəcək, ya sizlə bir yerdə həmin yerə gedə bilər ki, o işdən siz yaxşı cavab ala bilərsiniz. İmtahan verənlərimiz də varsa, belə deyim, elə bir çox oxuyursunuz, bundan öncəki nəticələriniz zəifdir, amma kiminsə köməkliyi vasitəsilə bu imtahandan keçə bilərsiniz və yaxud da ki, hansısa bir iş gözləyirsinizsə, bir insanın köməkliyi vasitəsilə oradan keçəcəksiniz. Baxaq görə sevgi həyatımız necə olacaq? Aha, sevgi həyatımız belə deyim. Bunu deyim, sadəcə qoyaq bir kənara. Bir insan gəlir həyatınıza. Yavaş-yavaş addımlarla sizdən yaşca böyük bir insan gəlir. Bu insanın tanışlığı ola bilər. Yaşca sizdən böyükdür və maddi tərəfdən də sizdən daha yüksək bir insandır. Bunu qoyuruq bir kənara. Bu gəlir. Bu həftə olmaya bilər, amma gəlir, həyatınıza gəlir. Bunu qoyuruq bir kənara. Sevdiyiniz bir insan var. Su ünsüründən ola bilər. Balıqlar, xərçəng və əqrəb bürcündən ola bilər ki, xətrinizə dəyib, xəyanət eləyə bilər və yaxud da ki, bu insan evli ola bilər.
və bu insanın addımını gözləyirsiniz. Bəlkə də çoxdandan gözləyirsiniz. Neçə vaxtdır bu insanın addımını gözləyirsiniz. Addım olacaqmı? Belə deyim, siz bu insana addım ata bilərsiniz və bu insandan siz nəsə xoşa gəlməz bir cavab ala bilərsiniz. Amma insanın isə duyğuları var, bəli. Ola bilsin aranızda nəsə yaşanıb, xoşa gəlməz bir hadisə yaşanıb. İnsan sizə xəyanət eləmiş ola bilər. Çünki bu kart həm də xəyanət kartını göstərə bilər. Bəzi hallarda göstərə bilər, bəli. Bəzi hallarda xəyanətini görmüsünüz, qəlbiniz qırıla bilər. Bu insan sizə addım atsa da özünü daha üstə çıxardaraq addım atacaq. Yəni mən haqsız deyiləm, mən düzəm, mən səndən daha ağıllıyam deyən bir insandır. Amma duyğusal olaraq belə deyim də, duyğusal yanları çoxdur. Sadəcə onu göstərmək istəmir bu insan. Addım deyirikmi? Addım xoşa gəlməz bir addım. Yəni addım atar sizi kobudlayar. Addım atar üstə çıxmağa çalışar. Addım atar özünü haqlı çıxartmağa çalışar. Baxın belə bir şey. Baxaq həftəmiz hərəkətli keçəcəkmi və yaxud da ki 14 fevral o insandan addım ola bilərmi? Siz o insana addım atacaqsınız. Siz o insana xoşa gəlməz sözlər deyəcəksiniz. Siz bu insanın yaşca böyük ola bilərsiniz və yaxud da ki ağıl olaraq ondan daha üstün ola bilərsiniz. Amma siz daha fikirlərinizi belə deyim də, kobud formada səsləndirən o insana qarşı, belə ümumiyyətlə demirəm, o insana qarşı bəlkə də xoşa gəlməz, dediyim kimi nəsə xəyanət eləmiş ola bilər, xoşa gəlməz hərəkət ola bilər ki, siz bu insana qarşı daha belə net formada addım ata bilərsiniz, kobudlaya bilərsiniz, acı danışa bilərsiniz və yaxud da qısqana bilərsiniz bu insanı. Yəni, hərəkətli olan o insan deyil, siz olacaqsınız burada. Belə. Üçüncü varianta baxaq. Görək, sizdə nə görünür? Birinci sıra iş maddiyatla bağlıdır. Aha. İkinci sıra sevgi və yaxud da ki, özəl bir həyatla bağlıdır və həftəmiz hərəkətli keçəcəkmi buna baxaq. İş maddiyata baxaq, görək. İş maddiyat tərəfdən belə deyim ki, çox üzərinizdə bəzi yükləriniz var. Daşıya bilməyəcəyiniz yükləriniz var, hətta deyərdim. Bəzilərinizin borcları ola bilər, kreditləri ola bilər. Amma sizə ailə baxır, belə deyim. Ailə tərəfdən bir dəstək alırsınız. Və nəsə bəzi hallar var ki, xoşa gəlmir və buna görə çox əsəbləşirsiniz. Bəlkə də maddi tərəfdən kimsə sizi aldadır, buna görə əsəbləşə bilərsiniz. Ümumilikdə belə bir şey deyim sizə. Üzərinizdə çox yük var. Maddi tərəfdən çox yükünüz var. Kreditləriniz, borclarınız ola bilər ki, amma ailənizdən sizə müəyyən bir məbləğ də olsa, nəsə bir köməklik ola bilər, nəsə bir dəstək ola bilər, amma bu dəstək də sizə çatmır. Buna görə çox əsəbləşirsiniz. Bəzi insan ola bilər ki, sizə borcu ola bilər. Ümumiyyətlə, ola bilsin sizin kreditiniz yoxdur, amma sizin kiminsə sizə borcu ola bilər və bunu qaytarmır, sizə aldadır. Belə bir şey də ola bilər. Bəzilərinizdə belə bir şey deyim ki, mülklə bağlı satış ola bilər həyatınızda. Belə bir şey düşünürsünüz, niyəsə mülk satışı eləyə bilərsiniz. Bunun daha doğrusu planını qurursunuz, amma hal-hazırda bunun gerçəkləşməsini görə bilmirəm, aldana bilərsiniz. Misal üçün kimsə gələ bilər, amma razılaşmaya bilərsiniz, belə bir şey. Ümumilikdə maddi tərəfdən sizi ya kiminsə sizə borcu var, ya sizin çox borcunuz var ki, bunun altından qalxa bilmirsiniz. İmtahan verənlərimiz varsa, burada biraz ehtiyatlı olun, ya kəsilə bilərsiniz imtahandan və yaxud da ki, çox oxuyursunuz, amma istədiyiniz nəticəni yenə də ala bilmirsiniz. Ehtiyatlı olun, işləyənlərimiz varsa, kimsə sizin ayağınızın altını qaza bilər, kimsə sizin o işdən çıxmanızı istəyə bilər və burada bu kartımız xüsusilə diqqət etməli olduğumuz kartımız budur ki, nəsə ya işdən uzaqlaşdırma qərarı ala bilərsiniz və yaxud da ki, siz özünüz işdən çıxmaq istəyə bilərsiniz ki, burada da sizi mən çox əsəbi bir formada görürəm. Yəni, buna görə çox ehtiyatlı olun və diqqət edin.
Şəxsi həyatınıza baxaq, sevgi həyatınıza. Sevgi həyatınız, sevgi həyatınız. Bəziləriniz sevərək bir ayrılıq yaşamısınız. Yəni ayrısınız, amma hər iki tərəf də bir-birini çox sevir. Bir-birinizi buraxmamısınız, o sizi izləyir, siz də o insanı izləyirsiniz. Qısqanclıq yaşayırsınız, o insanı çox qısqanırsınız ola bilsin. Daha çox münasibəti idarə edən tərəf sizsiniz. Necə idarə edən? Həm baxımlı bir xanım kimi görürüm. Yəni kobud bir xanım kimi yox. Sadəcə olaraq özünə baxımlı bir xanımsınız və o insanın da sizə qarşı belə deyim, xoşa gələn bir münasibəti var. Sizə duyğusal bir addım ata bilər, kiçik bir addımlar ata bilər. Amma bu insana belə deyim, riskli bir addım görəcəksiniz. Riskli bir hərəkət eləyəcək ki, o hərəkəti siz gözləmirsiniz. Belə bir şey. Amma münasibətiniz bitibsə, danışmırsınızsa, bir yerdə deyilsinizsə, bu sevərək bitən bir münasibətdir. Yəni siz düşünməyin ki, o insan sizi istəmir, sevmir. Xeyr, elə bir şey yoxdur. O insan sizə qarşı duyğusal hissləri var. Buna görə də sizə kiçik addımlar atacaq. O insan da sizi çox belə deyim, qısqanır. Sizə qarşı necə kini ola bilər. Amma bu kin daha üstün deyil sevgisindən. Sevgisi daha üstündür, nəinki kini. Amma nəsə sizə qarşı qısqanclığı ola bilər, kini ola bilər. Bu da keçib gedən bir şeydir. Sosial mediadan sizi izləyə bilər və yaxud da ki, özü şəxsən gəlib sizin qapınızın ağzında gözləyə bilər. Ümumiyyətlə, sizi sosial mediadan nəsə takip edə bilər. Siz nə edirsiniz, nə işlə məşğulsuz, bundan maraqlana bilər. Bu insana sizə addım olacaq kiçik bir addım və gözlənilməz bir addım. Həftəniz hərəkətli keçəcəkmi, buna baxaq. Ümumiyyətlə, belə bir şey deyim sizə. Ümumiyyətlə, sizə bir rəqəmi daha çox çıxdı, 3-cü varianta. Həftənin birinci günü ola bilər. Birli bir rəqəm ola bilər ki, gözləmədiyiniz bir anda xoşa gələn bir xəbər ala bilərsiniz. İstər işlə bağlı, istər sevgi ilə bağlı, fərqi yoxdur. Yəni, bu kart ümumiyyətlə çox qəşəng bir kartdır. Yeni bir başlanğıc deməkdir. Yeni bir iş deməkdir, yeni bir həyat deməkdir, yeni bir insan deməkdir. Yəni, çox qəşəng bir kartdır. Bu kartı siz çəkib ekranınıza da qoya bilərsiniz. Çünki çox qəşəng bir kartdır. İnşallah ki, sizin həyatınızda da aktiv olsun. Belə, bu qədər. İzlədiyiniz üçün hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Yaxşı ki, varsınız. Öpürəm sizi. Sağ olun.